Azərbaycanda orqan donorluğu ilə bağlı ictimai maarifləndirmənin səviyyəsini necə qiymətləndiririk? Doğrusu bu qiymətləndirmə üçün xüsusi bir tədqiqatımız olmuyor, amma ümumilikdə kafi qiymətləndiririk deyə bilərik. Yəni insanlar bu barədə danışmağa başlayır. Bizdə tutaq ki, yeni bir transplantasiya hadisəsi baş verəndə, tutaq ki, birinci dəfə meyitdən qaraciyər köçürəndə və yaxud da birinci dəfə meyit orqanlardan böyrək transplantasiya zamanı, eləcə də meyit orqanlardan ürək transplantasiya zamanı və yaxud da müxtəlif konfranslarda bu sahə aktuallaşır, bu mövzu biraz daha çox danışılmağa başlayır və yaxud da hansısa belə bir əlamətdar hadisələr olarkən televiziyada məsələn dəvətlər olur, bəzən orqan transplantasiya haqqında söhbətlər aparılır. Bu zaman insanlar təbii ki, bu mövzunu özləri üçün sorğulamağa başlayırlar. Burada söhbət təbii ki, öləndən sonra orqan baxışından gedir. İnsanlar beyin ölümü olandan sonra insanların orqan baxışına münasibətindən gedir. Ümumi statistika yəni belə göstərir ki, Azərbaycan insanı bu sahədə yetərin qədər normal və düzgün davranır. Yəni belə deyək ki, biz müqayisə eləsək, yəni məndə belə bir statistika oldu ki, təxminən 11 beyin ölümü olan insanın ailəsi transplantasiya əməliyyatı üçün, yəni orqanların alınması üçün razılıq verib. Bu 11 beyin ölümü olan insanın razılıq verən, belə deyək ki, ailədən başqa ümumilikdə cəmi 30-a yaxın beyin ölümü olan diaqnoz qoyulub bu müddət ərzində və onlar belə deyək ki, təqribən 30-35% razı olub, digərləri razı olmayıb. Əslində bu rəqəm əhəmiyyətli yüksək rəqəmdir. Yəni müqayisə eləsək digər ölkələrlə, bu sahədə qabaqcıl olan ölkələrlə əhəmiyyətli dərəcədə yüksək bir rəqəmdir. Burada təbii ki, bizim koordinasiya mərkəzinin əməkdaşlarının da zəhmətini qeyd etmək lazımdır. Eləcə də Azərbaycan insanının bu sahədə yanaşmasının çox düzgün olmasını demək lazımdır. Desəm ki, burada xüsusi bir sistematik maarifləndirmə işi, bunu daha doğrusu koordinasiya mərkəzinə verilsə bu sual daha düzgün olar. Çünki bu işlə birbaşa onlar məşğul oldular. Amma yenə mənim özümün şəxsi qiymətləndirməm ümumi əlimdə olan rəqəmlərə görə və ümumi ətrafımda olan insanlara görə pis deyil. Azərbaycan insanının bu sahədə maariflənməsi qənaətbəxşdir. Donorluqla ən çox rast gəlinən yanlış fikirlər hansılardır? Yenə də burada ilkin olaraq deyim ki, donorluq deyəndə burada çox ehtimalla bu sualda meyitdən orqan transplantasiya zamanı rast gəlinən yanlış fikirlərdən söhbət gedir. Eləcə də burada canlı donorlardan orqan transplantasiya zamanı da mövcud olan yanlış fikirlər var. Burada ən çox rast gəlinən yanlış fikirlər beyin ölümü olmuş insanın adamlarının fikirləridir ki, yəni ki, belə ki, onlar fikirləşirlər ki, əgər biz razı olarıqsa, bizim xəstəni orqanların çıxarması prosesi əslində ağrılı bir proses olacaq və yaxud da xəstəmizi beyin ölümü olmuş şəxsin bədəni eybəcər vəziyyətə salınacaq. Fikir əslində biraz yanlışdır o səbəbdən ki, orqanların alınması prosesi sadəcə bir əməliyyatdır. Bu, yəni ki, təşrih əməliyyatı deyil, bu sadəcə bir orqanların çıxarılması əməliyyatdır. Necə ki, canlı adamı biz əməliyyat eləyirik, eləcə də beyin ölümü olmuş insanı əməliyyat vasitəsilə onun orqanlarını çıxardırır və sonra da eyni qaydada adi insanların əməliyyatında necə olursa, ölümü olmuş insanların da qarnı o şəkildə, səliqəli şəkildə tikilir, yəni ki, cərrahi əməliyyat bitmiş olunur. Canlı adamda olan əməliyyatdan çox da fərqli bir əməliyyat deyil. İkincisi, xəstənin adamları düşünür ki, əgər onlar xəstənin, yəni beyin ölümü olmuş insanın əməliyyatına razılıq verərlərsə, orqanının alınmasına razılıq verərlərsə əvvəlcədən tibb personalları xəstənin o ağır vəziyyətdən, yəni ki, ölməmişdən öncə deyək ki, sağalması üçün çox da maraqlı olmazlar və orqanların alınması üçün onun ölümünə passiv, belə deyək ki, razılıq vermiş ola bilərlər. Yəni bu da yanlışdır o barədə ki, ümumiyyətlə orqan transplantasiyası komandasının xəstənin ölümü prosesində, yəni o beyin ölümü ağır vəziyyətdə olan zaman, o komada olan vaxtı sağalma prosesində qəti şəkildə bir iştirakı olmur. Tamam ayrı bir şöbədir, ayrı bir müxtəlif reanimasiyada, rayonlarda, kəndlərdə ola bilər. Orada onun reanimasiya şöbəsi hansı ki, onların heç bir əlaqəsi yoxdur transplantasiya əməliyyatlarına. Sadəcə onlar xəstəyə belə bir diaqnoz qoyurlar. Əgər həqiqətən də orada beyin ölümü olubsa, onlar o diaqnozu qoyurlar xəstəyə və elan edirlər ki, xəstəniz ölüb.
Transplantasiya işi isə ondan daha sonra, o ölüm təsdiqlənəndən ən azı 12 saat, 1 sutka sonra başlayır və ondan sonra koordinasiya şöbəsinin əməkdaşları yaxınlaşırlar və orqanın alınması haqqında xəstənin adamları ilə, yaxınları ilə müzakirə aparırlar. Yəni bu da doğru bilinən yanlışlardan biridir. Ola bilər ki, bəzən xəstənin adamları hesab edir ki, onlar razılıq versələr orqanların alınmasına, onlara əlavə xərcə başa gələcək. Yəni onlar əlavə bundan ötürü əməliyyat xərcləri çəkəcəklər və s. Yəni ki, bu da təbii ki, yanlışdır, çünki orqanların alınması əməliyyatı da eyni əməliyyat paketinə, yəni icbari tibbi sığortanın əməliyyat paketinə daxildir və orada xəstənin adamlarının heç bir əlavə xərci olmur.